Salam dəyərli şagirdlər, salam əziz izləyicilərim. Mən bugün sizlərə Lütfüzadə adına Riyaziyyat Məntiq Olimpiyadasının suallarını izah edəcəm. 5-ci sinifə aiddir bu suallar. 2022-2023-ün suallarıdır. Deməli, bu suallar dəyərli şagirdlər, həm də qeyd edim ki, lisey, 4-cü sinif lisey qəbuluna düşə biləcək suallardandır. Yəni hamısı bundan düşməyəcək. Bir-ikisi ola bilər ki, bundan düşsün. Yəni ehtimalı çoxdur. Mən düşə biləcək sualların bəzilərini buradan seçib sizlərə izah edəcəm. Ümid edirəm bu video sizlər üçün faydalı olar. Aha dəyərli şagirdlər, indi isə ilk sualımıza baxaq. Birinci sualımız düşə bilər. Amma bunun çətin versiyası da düşə bilər, asan versiyası da düşə bilər. Yəni bunun çətin versiyası olmadığına görə yəni orta düşəcək ya da asan düşəcək. Burada isə artıq asanla verib. 11-dən çıxıram 4-ünü. 11-dən çıxıram. Hansı ədədir ki, 4 alınsın? Buna görə mən 11-dən çıxacağam. 4-ünü olmuş olacaq 7. Yəni kvadrat 7-dir. Ulduzdan çıxmışam 7-ni, alınıb 6. Yəni ulduz da bərabərdir 6 üstəgəl 7-yə. O da edəcək 13. Yəni burada 7 idi. Bu da 13 olmuş olacaq. Deməli, mən hansı ədəddən çıxmışam 2-ni, almışam 13-ü. Bu hansı ədəddir? Buna görə 13-ün üstünə gəlirəm 2-ni, olur 15. 15 burada. Bir saniyə. 15 burada yazıram. 15. Buranı təmizləyək və misalımızı həll edək. Mən bir misalda dəyərli şagirdlər, burada əgər mən ardıcıllıqla getsəm, ala biləcəyim cavabı da verib. Əgər vurmanı ilk eləsəm, üstünə gəlsəm, ala biləcəyim həmin cavabı da verib. Amma biz toplama ilə vurmanı yan-yana görəndə hər hansı bir misalda mən ilk olaraq təbii ki, vurmanı həll etmiş olacağam. Ona görə də mən ilk olaraq burada 7-ni vururam 15-ə. 15, bir saniyə, 15 vurulsun 7 bərabərdir 105-ə. 105. Deməli, 105 alınır dəyərli şagirdlər. İndi isə üzərinə gəlmiş olacağım 13-ü. 105-in üzərinə də gələndə 13-ü edir 118. B variantı. Doğru cavabımız bu sualımızda oldu. B variantı. İndi keçək növbəti düşə biləcək sualın izahına. Bir saniyə bunu tam yumurlayayım. Nisbətən biraz çətin olan sualların izahını verəcəm. Məsələn, dəyərli şagirdlər, baxın bu sual mütləq düşə biləcək. Aşağıdakı kubun açılmış şəkli verilmişdir. Hansı üzlər qarşı üzlərdir? Deməli, dəyərli şagirdlər, qarşı üzlər aralarında, yəni qonşu üzlər, ilk olaraq qonşu və qarşı üzlər nə deməkdir? Onu izah edeyim. Qonşu üzlər, təsəvvür edin, bu qonşunun hasarıdır, bu da sizin evinizin hasarıdır. Yəni arasında qonşu üzlərin hasar olmur. Sadəcə, bunları biraz bitişik çəkməliydim. Sadəcə dəyərli şəkildə baxın, belə bir hasar olur və o xətlə ayrılır. Yəni, məsələn, qonşu üz nə deməkdir? Qonşu üz odur ki, baxın, məsələn, x-la o qonşu üzlər sayıla bilər dəyərli şagirdlər. Ona görə x-la onu məsələn qonşu üz kimi götürə bilərəm. Amma qarşı üz odur ki, arasında bir dama olmalıdır. Baxın, bir dama. Dama budur. Yəni bir dama olmalıdır mütləq. Yəni qonşu üzlə bunu qarışdırmaq olmaz. Dəyərli şagirdlər. İndi məndən qarşı üz istəyir. Qarşı üz nə idi? Arasında bir dama olan. Yəni bir neçə dama fərqi olanlar qonşu üz sayıla bilər. Deməli, məsələn, mən qonşu üzləri, məsələn, variantlardan gedək, qarşı üzlərdə. Bölmə və toplama deyir qarşı üzdür bizə. Bölmə və toplama. Bölmə və toplama qarşı üz deyil. Bölmə və toplama qonşu üzlərdir. Baxın, bu sualda bizi çaşdırmaq üçün belə tip verib, amma şagirdlər video kaydı kəsildiyinə görə sizdən üzr istəyirəm və videomuza davam edirəm. Deməli, qarşı üz ola bilməz dedim bu. Bu qonşu üzdür, ona görə ola bilməz. X-la 10-u deyir bu səfər. X-la 10 mən bayaq dedim ki, X-la 10 qonşu üzlərdir. Buna görə bunu da götürə bilmərəm. Çıxma ilə dairə. Çıxma ilə dairə. Haradadır bu? Bu və bu. O bir variantda da verib. Bundan dairə. Bunlar ola bilməz. Çünki biri dib tərəfdədir, yəni diqqət yetirsəz. Biri isə uc tərəfdədir. Mən sizə demişdim ki, yan-yana olanlar qonşudur. Yəni bir dam olanlar və
yaxın olanlar. Ona görə cavabımız olmuş olacaq. Burada D variantı dəyərli şəkillər. Ümid edirəm bu sual sizə aydın oldu. Düzdür, biraz gəliz sualdır, amma ümid edirəm aydın oldu. Bunu götürmədik, çünki bu uyğun gəlmir. Biri buradadır, biri buradadır. Mən istəyirəm ki, məndən cavabımda qarşı yüz deyirsə, tutam ki, üstə gəlinən kiçik nöqtə qonşu üzdür. Yəni qarşı yüzü istədiyinə görə qonşu üzdür bu dairələr. Amma tutam ki, bu yekə dairə ilə kiçik dairə artıq qonşu, yox, qarşı dairə olmuş olacaq. Aha, D variantı doğru cavab. Keçək növbəti səhifəmizə dəyərli şagirdlər. Aha, artıq burada hər iki sualı izahını verəcəm. Çünki bu düşə biləcək ən əsas suallardan biridir. Bu iki sual. Aşağıdakı sxemlə toplama əməlləri verilmişdir. X-in qiymətini tapın. 200 - 6, 8. Deməli 18 eləyir 8 ilə 18 8 ilə nəyisə toplanır 8 alınır və bu 10 ola bilər. Onunla da 4 ilə də nəyisə toplayıram 10 alınır 6. Aha şagirdlər, bu sualımızda da x-in qiyməti olmuş olacaq 6 D variantı. Hələlik sağ olun, digər videolarda görüşmək üzrə. Bu arada bu sualı sizə qısa bir soru tipini izah edəcəm.